Ramazan səbir deməkdir, Ramazan bərabərlik deməkdir, Ramazan qardaşlıq deməkdir. Ramazan digər insanların, ehtiyaclı olan insanların halına qalmaqdır. Bu gecə niyyət gecəsidir. Edilən niyyət sabah tutulacaq orucun mənəvi əsasını qoyur. Ramazan ayı sübh azanından gün batana qədər yemək-içməkdən uzaq durmaqla yanaşı, insanın öz nəfsi üzərində nəzarətini gücləndirməsi, səbr və mərhəmət duyğularını artırması üçün bir fürsət hesab olunur. Bəs bu müqəddəs ayda kimlər oruc tuta bilməz? Bəzən insanlar ağır diabet, şəkər xəstəlikləri var. Onlar özünü zor gücünə də olsa deyir, mən Ramazan ayını tutmalıyam. Quran-ı Kərimin buna bariz olan bir cavabı var ki, ilk öncə buyurur ki, əgər siz xəstəsinizsə, ya müsafirsinizsə, səfərdəsinizsə, oruç tutmayacaqsınız. Yəni, bir adam xəstədirsə, yedikləri gün ərzində yediyi qidadan fidyə çıxardacaq, yəni ehtiyacı olan insanlara. Və Ramazan bitəndən sonra, əgər digər 11 ayda bunun bədəni sağlam olacaqsa, fiziki sağlamı olacaqsa, təbii ki, tutmadığı qəza oruclarını, hansı ki, neçə gün ki, orucu yeyib, digər aylarda onun günə-gün qəzasını tutacaq. Tutduğumuz orucun qəbul olması üçün diqqət etməli olduğumuz məqamlar var. Onlardan birincisi yemək və içməkdir. Əgər bir insan Ramazan ayı boyunca iftar və imsak arasında yeyərsə, orucu batildir və eyni zamanda da kəffarə gəlir. Allahın adına, Peyğəmbər adına, müqəddəslərin adına yalan danışmaqdır. Əlbəttə, bu da orucu batil edir. Yəni, oruç tutan insan gözü haramdan çəkilməlidir. Dodaqlar, ağızlar yalnız Allah zikr etməlidir, yalandan, qeybətdən çəkinməlidir. Qulaqlar da günah və qeybət eşitməkdən çəkinməlidir. Əl haramdan uzaq olmalıdır. Saatlarla davam edən aclıq orqanizm üçün müəyyən dəyişikliklər yaradır. Bu nöqteyi nəzərdən də diyetoloqlar bildirirlər ki, imsak və iftar süfrəsində balanslı qidalanmaq əsas şərtdir. Bol su qəbulu və porsiyalara nəzarət də vacib məqamlardandır. İmsakda yaxşı olar ki, proteindən zəngin qidalar yeyək ki, gün ərzində qan şəkərimiz dalğalanmasın və bizi gün boyu tox tutsun. Çünki deyək ki, səhər siz şorqoxalla çay içsəz, siz özünüzü gün ərzində halsız, yorğun hiss edəcəksiniz və acacaqsınız və susuzluğunuz artacaq. Amma deyək ki, səhər zülal tərkibli yumurta istifadə etsəniz, yanına 1-2 dənə qoz əlavə etsəniz, lifli qidalar əlavə etsəniz, o zaman bu qida sizi gün boyu tox saxlayacaq və enerjiniz də yüksək olacaq. İftarda yeməkləri aramla yemək tövsiyə olunur. Ana yeməkdə əsas məsələ nədir? Yeməklərin bişirilmə qaydası ki, çox aşırı yağlı yeməklər bişməsə daha yaxşı olar. Sobada, buğlama, tavada yağsız, çöldə yeyirsə daha çox manqalda istifadə etmək, bişirilən qidalar istifadə etsək arzu olunandır. Qeyd edək ki, Ramazan ayının Qədir gecələri martın 8-i, 10-u, 12-si və 16-sına təsadüf edir. Ramazan bayramının isə martın 20-sində qeyd edilməsi nəzərdə tutulub. Fitrə zəkatının miqdarı isə adam başına 10-15 manat civarında müəyyən olunur.